Bütün dünya Epstein dosyalarının açılmasından danışır. Qərb mətbuatının paylaşdığı məlumatlara əsasən yüz minlərlə insanlar Epstein dosyasında iştirak edib. Bunların məşhur simalar, milyonçular, milyarderlər və məşhur siyasətçilərin də Epstein dosyasında yer aldığı qeyd edilir. Epstein dosyasında açılan məlumatlara əsasən 14, 13, 12 yaşında uşaqların təcavüz video görüntüləri var və video görüntülərdə türk dilində ağlayan balaca uşaqların da səslərinin olduğu kadrlar Amerika xüsusi kəşfiyyat orqanları tərəfindən paylaşılıb. Bir çox məşhur siyasətçilərin də adı məhz Epstein dosyasında keçir. Epstein dosyasında iştirak edənlər daha sonra Siyonist Mossad xüsusi kəşfiyyat orqanları tərəfindən təhdidlərə məruz qaldığı da iddia olunur, əziz dostlarım. Epstein bir Yahudi əsilli milyarder idi və dünyanın müxtəlif yerlərindən qaçırıldığı qız uşaqlarına təcavüzlər edir, video görüntülər çəkir, siyasətçilərə satır və daha sonra təcavüzə məruz qalan uşaqların ətlərini yeyirdilər. Bu bir faktdır və Epstein dosyası bütün Amerikanı, dünyanı, Avropanı, Türkiyəni ayağa qaldırıb.